Of, heç bilmirəm bu mağaza ilə nə edim. Nə olub ki, belə narahatsan? Bir neçə gün öncə bacım oğlu üçün hədiyyə olaraq bu mağazadan ayaqqabı aldım. Lakin evdə yoxlayanda ölçüsü uyğun gəlmədi. Narahat olma. Sənin hüquqların var. Mağazaya müraciət eləmsən? Əlbəttə ki, etmişəm. Lakin onlar malı dəyişdirməkdən imtina etdilər. Maraqlıdır. Qanuna görə lazımi keyfiyyətli qeyri-qida məhsullarının alındığı gün sayılmamaq şərti ilə 14 gün ərzində dəyişdirmə hüququn var. Satışda uyğun mal yoxdursa qaytara da bilərsən. Bir şərtlə ki, mal istifadə olunmasın, etiketləri yerində olsun və malı aldığına dair təsdiq edici sənəd və sübutun olsun. Bax, çek də, etiketlər də yerindədir. Amma unutma, bəzi mallar var ki, onları dəyişdirmək olmur. Məsələn, Kosmetika, uşaq oyuncaqları, çimərlik geyimləri kimi şəxsi istifadə məhsulları. Amma uşaq ayaqqabısı bu siyahıda deyil. bəs indiki halda mən nə etməliyəm? Lazımi keyfiyyətli qeyri-qida mallarının dəyişdirilməsi və qaytarılması ilə bağlı problemlə üzləşdikdə Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərsən. Elə indi gedib müraciət eləyəcəm. Çox sağ ol Natiq. Unutma, məlumatlı istehlakçı güclü istehlakçıdır. Hüquqlarını bil və tələb et.